Salamlar hər kəsə. Bugün sizlərlə tez-tez aldığım o suallardan birinə yenə cavab verəcəm. Hansı ki, biz necə edək ki, Amerikaya gələk sualıdır. Onu deyim ki, yəni illər əvvəl mən də Azərbaycanda ikən, yəni bir çox məsələlərlə, bir çox proseduralarla maraqlanırdım. Hansı ki, bunlardan bir neçəsini də zaten öz təcrübəmə uyğun olaraq detallı şəkildə video halında paylaşmışam. Ümid edirəm ki, həmin videolardan məqsədi olan insanlar faydalanacaq və özlərinə bir istiqamət çiza biləcəklər. Bunlar Formula 1 ilə Amerikaya gəlməyiniz idi. Bir digəri Camp Consul olaraq Amerikaya gəlmək idi və əlavə olaraq da paylaşdığım Rumuniyaya getdiyim, hansı ki, oradakı məqsədim də Rumuniyada ki, Amerika səfirliyindən viza almaq idi. Təbii ki, o məsələ oradaykən alınmadı. Müəyyən səbəblər var idi. Mənim oturumumu gec verdilər və qanunlar çərçivəsində mənim ölkə daxilindəki səfirliyə vizaya girə bilməzdim. Bunun üçün Azərbaycana gəlib Azərbaycandan müraciət eləməli idim. Yəni bir növ mənasız idi oradaykən vizaya girmək. Yəni, bu ən azından 3 dənə fərqli bir məsələdir ki, siz özünüz də təcrübə edə bilərsiniz. Və Rumıniyadan da artıq gəldikdən sonra mən yenə də Amerika vizası almaq istəyirdim. Hansı ki, həmin dönəmdə bir Formula 1 üçün müraciət eləmişdim. 2 də fikirləşirdim ki, mən gedərəm hardasa Avropa ölkələrindən birində təhsilə davam edərəm və təhsilim üzərindən istər work and travel olsun, istər bununla yanaşı hər hansı bir turistik viza olsun və s. onu artıq orada olarkən qərarlaşdıra bilərəm. Həmin ildə mənlə zaten Rumuniyada olan bir dostum da İtaliyada oxumağa getmişdi. Mən də Azərbaycana qayıtdım artıq bir neçə aydan sonra bir dostum vasitəsilə o xaricdə təhsil agentliyində işləyirdi. Dedim ki, bəs belə-belə mən də bura dəvət almaq istəyirəm də, yəni İngilis dilim var, vizaya girəcəm, amma IELTS-im və s. yoxdur. O da dedi ki, narahat olma, zaten biz bilirik proseduraları, sənə mən dəvət alacağım. Dedim, gözəl, mənə dəvət al, sonraki mərhələləri baxarıq. Elə üstündən bir ay falan keçmişdi. Dedi ki, sənin dəvətin hazırdır, artıq qəbul almışsan. Mən də ona sənədlərimi falan göndərmişdim, diplomlarımı. Dedi, bundan sonraki mərhələdə sənədləri yekunlaşdıracaq, pre-enrollment açılacaq, orada qeydiyyata düşəcək, vizaya girəcəksən, intervyu, görüşün və s. olacaq. Sonra artıq scholar'dır, bu məsələləri həll eləyərik, gedərsən. Dedim, okey. Keçdim gözləmə moduna. Bir müddətdən sonra bu pre-enrollment başladı açılmağa. Mənə dedi ki, bəs sənin diplomunun deklarasiyası lazımdır. Dedim, deklarasiya o nədir falan. Dedi, yəni bir növ diplomun təsdiqidir. Bunu gedib Təhsil Nazirliyindən ala bilərsənmi? Dedim, mən Azərbaycanda oxumamışam axı, yəni Türkiyədə təhsil almışam. Dedi ki, o sənəd mütləq olması lazımdır. Dedim, okey. Yığdım İtaliya səfirliyini Ankaradakı. Dedilər ki, siz sənədlərinizi gətirməlisiniz bura və biz sizə həmin sənədin təsdiqlənməsini eləyib verəcəyik. Deməli, bunu da səhv eləmirəmsə açıldıqdan sonra 2-3 həftəlik bir vaxtı var. 2 həftə. Həmin ərəfədə artıq sənədləri yekunlaşdırıb doldurmalıyam. Və bu da mənə bunu əvvəlcədən desək, gedərəm Ankaradan o işlərimi həll eləyərəm deyə düşünürdüm. Artıq limitlidir. Yazdım səfirliyə. Səfirlik dedi ki, yəni biz bu sənədi 3-4 həftəyə ancaq sənə verə bilərik. Nəysə, dedim, yox, gəlirəm. Gedim səfirliyə. Səfirlikdə heç olmasa orada adamlardan biraz söhbət eləyim, görüm kim var, kim yoxdur. Biraz haldan, indi tələbə olacaq və s. Biraz haldan bəlkə başa düşərlər. Həmin ərəfələr də onu da deyim ki, yəni imkan falan da çətinliklər içindədir.
Avtobus tutdum. Hətta yadıma gəlir Gürcüstana qədər avtostopla getdim. Oradan o tərəfə də avtobus bileti alıb getdim Ankara'ya. Ankara'da dedilər ki, yəni səfirliyə artıq getdim, sənədlərimi və s. verdim. Orada danışdım. Dedi ki, yəni biz bunu sənə ən yaxşı ehtimalda belə də, yəni deadline-a az qalmış sənə çatdırmağa çalışacağıq. Verdim sənədləri. Normalda fikirləşirdim ki, bir həftəyə falan həll eləyərəm. İş uzandı. İyun ayının hardasa deyək ki 27'si son gündür. Mən də ora getmişəm yəni 2 həftə əvvəl, 2-3 həftə əvvəl. Məcbur düşünürdüm ki 2 həftəyə alaram. 3 həftəni gözləmək məcburiyyətində qaldım. Və sənədimi mənə ayın 27'si, yəni son gündə verdilər. Daha doğrusu 26'sı verdilər, bir gün əvvəlcədən. İndi qalmışam Ankara'da. Pul yoxdur ki, gedim şey alım. Təyyarə ilə biletlərə baxıram. 400-500 dollardır. Nəysə, avtobusda yenə Artvinlə də təzədən gəldim Qazağa. Oradan da bir dənə maşın tutdum. Saat hardasa 27'si 6'dır. O İsir Plaza'daydı, səhv etmirəmsə. Son vaxtı sənədi gətirib çatdırmalıyam. Yəni mən elə gəlib ora çatanda saat hardasa 7'ye 10 dəqiqə falan işləmişdi. Girdim içəri, dedilər yox, sənəd qəbulu yoxdur, bağlanıbdır. Get səfirliyə mail at. Dedim mən bu qədər sənəd gətirmişəm də, yəni neçə gündür Ankara'da əziyyət çəkirəm. Oradan bura gəlmişəm avtostopla, Gürcüstana, oradan burada maşın tutub gəlmişəm. Yəni indi sən bu sənədi qəbul eləyəsən nə olar? Yox dedi, biz sənədi qəbul eləyə bilmərik. İş vaxtı bitibdir. Get səfirliyə mesaj at. Gəldim, mailimi attım səfirliyə. Yəni 2019'da mail atmışam. Allah'ın bir auto-reply cavabını belə sistem verməyib. Yəni adamlar da adamlara yığdım, elədim, getdim səfirliyin şeyinə, binasına, polis əməkdaşı ilə falan danışdım ki, mən bir adam tapım, danışım da. Bura qədər bu sənədləri gətirmişəm. Heç olmasa bir baxsınlar, bəlkə mümkündür. Yəni sözümün canı ən belə son anına qədər əlimdən gələni elədim. Və beləliklə də bu iş alınmadı. Hansı ki artıq gəlmək istəyirdim ki, buradan Work and Travel'a və s. müraciət edəcəm. Yəni adamlar bildiyin xəyallarımızı suya saldılar. Əlbəttə ki, burada mənim də səhlənkarlığım var. Biraz sənədləri başdan sovudu yanaşmışdım. Daha doğrusu arxayın olmuşdum ki, dostum bunu həll edəcək. O da öz təcrübəsində belə bir şey olmayıb. Həmişə Azərbaycanlıları göndərib. Nəticə etibarilə mənim bu işim alınmadı. Və mən həmin ili artıq Formula 1 üçün də qeydiyyatdan keçmişdim. Oktyabr ayında, daha doğrusu noyabr ayındakı Austin, Texas'da olan Formula 1 yarışına qəbulumu almışdım. Oktyabrın axırı intervyu görüşüm olacaqdı. Yəni eyni ilin 2019-cu ilin iyun ayında İtaliyadakı məsələm alınmadı və həmin ilin də artıq payızında mən Formula 1'in intervyusuna artıq Bakıdan girəcəkdim. Bu iki planı da ard-arda qurmuşdum ki, okey, bu alınmayacaq, bu birisinə girəcəm. Və həmin ili bir də Camp Consular üçün müraciət eləmişdim. Dedim, okey, İtaliya alınmadı, Camp Consulara da müraciət edeyim. Bəlkə oradan bir məsələ eləyəcək. Yəni alternativ dalıyca bir çıxış yol axtarmağa çalışıram ki, okey də mənim A planım alınmasa bir B planının dalıyca gedim. Normalda yəni başqası olsa deyər, okey də İtaliyada alınmadı, qalsın Amerika qıraqda. Mənim üçün isə elə deyildi. Yəni bu Amerika üçün elə fikirləşirdim ki, mən bura gəlməliyəm. Yəni mən bura gəlməliyəm necəsə. Nə olur olsun, hansı yoldan keçirəmsə keçsin, mən bura gələcəm. Eyni ildə də
oktyabr ayında da girdim o Formula 1'ə. Formula 1'in də intervyusundan təbii ki, Azərbaycanda imtina aldım. İmtina da alandan sonra yəni oturdum, fikirləşdim ki, okey, A şansım getdi, B şansım getdi. Mənim hələ bir Camp Counselor olaraq da bir şansım var. Camp Counselor'a müraciətimi elədim, qəbulumu aldım. Artıq pandemiya düşdü. Pandemiya düşdü. Hər yer bağlandı. Xəyallar getdi öz işinə. Oturursan, fikirləşirsən ki, yəni da bundan o tərəfə nə olacaq görəsən? Camp Counselor'dan da mesaj gəldi ki, yox, biz pandemiya ilə bağlı hal-hazırda bütün qeydiyyatları saxlamışıq. Amma sən növbəti il müraciət edə bilərsən. Orada da bir yaş limiti var. Hardasa mənim həmin illərdə var idi, 27 yaşım və s. 30 yaşa qədər artıq bu mərhələləri bitirməli idim. Yəni 30 yaşına qədər work and travel-a, bir də o daha doğrusu Camp Counselor'a müraciət eləmə yaşı var idi. O C1 vizası üçün bir yaş kateqoriyası limiti olur. Avropa Könüllü Təşkilatından getmişəm, artıq o long term'ün bitibdi, ikinci dəfə getmək kimi ehtimalım yoxdur və s. İtaliyadan təhsil belə alınmadı və həmin illərdə yadıma düşür ki, pandemiyada ən çox problem olan ölkələrdən biri də İtaliya idi. İndi o medianın bizim üçün apardığı propaganda idi, nə idi, beyin yuma idi videolarla bağlı. Yoxsa həqiqətən mi insanlar kütləvi şəkildə qırılmışdı, onu bilmirəm. Amma digər dostum belə İtaliyada oxuyan, o belə çıxıb gəlmişdi, yəni Azərbaycana. Və hər şey işdə də bir xeyir də olur, yəni. Bəzən insan əlləşsə də, vuruşsa da, o iş onun üçün alınmırsa, demək ki, ortada nəsə var. Və buna da pozitiv tərəfdən yanaşmaq lazımdır. Və sözümün canı nədir? Sözümün canı odur ki, yəni bir il ərzində 3 fərqli şəkildə mən Amerikaya gəlmək üçün müraciətlərimi edirdim və 2017-ci ildən bu tərəfə götürsək, yəni 21-ci il gələnə qədər, Green Card'la Amerikaya gələnə qədərki dönəmlərdə mən demək olar ki, hər il Green Card'ımı da oynayırdım, hər il belə fərqli müraciətlərimi də edirdim və planlamalarımı da qururdum ki, okey, bu variant alınmasa digər variantda gedəcəm. Və sizlərə də tövsiyəm odur ki, indi yaşınız, məsələn, deyək ki, 18-30 yaş arasındasınızsa, bu yaşı 18-25, 25-30 olaraq bölə bilərsiniz. Və bu kateqoriya, bu illər ərzində 2 fərqli, yəni 5 illik kimi götürsəniz, onlarla vizalara müraciət edə bilərsiniz. Yəni sizin üçün mütləq olan o olmalı deyil ki, siz birbaşa Amerikaya gəlməlisiniz. Onu bilin ki, həyatınız sizə bir təcrübələr qazandırır və siz o təcrübələrdən, o sınaqlardan keçdikdən sonra daha da bilənərək, daha da güclü olursunuz, daha da çətinliklərə, daha da proseslərə adaptasiya olmağa başlayırsınız və növbəti illərdə artıq sizin üçün qapılar açılanda və yaxud da köç proseslərinizi edəndə daha bilgili və atdığınız addımlardan da əmin olursunuz. Və siz həqiqətən də Amerikaya gəlmək istəyirsinizsə, bunun üçün okey, Green Card oynamalısan. Yəni oynamasan, sənə Green Card çıxmayacaq. Yəni Green Card udmağın birinci qaydası Green Card'ı oynamaqdır. Yəni sən oynamasan, əlbəttə ki, Amerikaya Green Card sənə çıxmayacaq. Kiməsə də çıxanda deyərsən ki, buna da Green Card çıxdı. Yəni sən bir oyna ki, sənə Green Card çıxar-çıxmaz, o Allahın işidir. Yəni qismətində varsa çıxacaq, yoxdursa da edəcəyim bir şey yoxdur. Mən həyatımı sadəcə Green Card'a mı bağlı olaraq yaşadım? Yox, mən Green Card qalibi olana qədər həm Green Card'ın oynanması prosesində iştirak edirəm, həm də ki, müxtəlif vizalara müraciət eləmişəm. Yəni, sən də sabahlarım Amerikaya gəlmək istəyirsənsə, bu yol mütləq deyil ki, birbaşa Azərbaycandan vizalı alıb və yaxud da Green Card'da gəlib Amerikaya yerləşməlisən. Sən təhsil üçün gedə bilərsən, öz savadını artıra bilərsən, dil bacarığı artıra bilərsən. Bugün deyəndə hər zaman insanlarla, dostlarımla danışanda
Mən 17 yaşımda qərar verib Türkiyəyə getməsəydim, təhsilim üçün, hansı ki qohum, əqrəba, hər kəs də deyirdi ki, oturub da burada nə var, nə işi var, gedəcək Türkiyədə, nə inəyəcək ki bu, gedənlər nə inəyib, nə ağarıb və s. Yəni, dostlar, həyatınızın hər mərhələsində özünüz qərarlar verməli olacaqsınız. O qərarı verəndə sizin həyatınızda bir şeylər dəyişəcək. Yaxşıya doğru. Ona görə komfort zonunuz dedikləri öz çevrənizdə inkişaf eləmirsinizsə, məcbur şəraitinizi dəyişməlisiniz. Bu günlərim itirməlisiniz ki, sabahların bir şeylər qazanasınız. Bu sizin rahatsızlığınız, bu sizin ailənizdən, dostlarınızdan uzaq qalmağınız ola bilər. Həyat çətinliklərlə və mübarizə ilə doludur. Artıq siz həyatın hansı mərhələsində nə risklər alacaqsınız, bunun qərarını verməlisiniz. Ona görə də bu istər Türkiyəyə təhsil üçün ola bilər, istər Avropaya təhsil üçün ola bilər, istər dünyanın hansı ölkəsi olur olsun. Əgər sən Azərbaycanda inkişaf eləmirsənsə, ətrafa bir baxmalısan və Azərbaycandan daha çox inkişaf eləyə biləcəyin, daha geniş kütləyə çata biləcəyin bir ölkə seçib, o ölkəyə gedə bilərsən. Şərt deyil oranın dilini biləsən və s. İnan ki, proses daxilində hər şeyi öyrənə bilərsən. Və bu variantlara əl ataraq, yəni sizin olan o 30 yaşa qədərki olan dönəminizdəki legal proseduralarınızdan, legal sizə yaşınıza uyğun verilən vizalardan mütləq qaydada istifadə edin. Və bu istifadə zamanı da bir şeyə diqqət edin. Yaxşı və savadlı kadrlar olan, xaricdə təhsildə və yaxud da bu təcrübədən keçmiş insanlarla konsultasiyalar edin. Yəni, bir insanı kofeyə də dəvət edə bilərsiniz. Məsəl üçün, mən hər zaman elə eləyirəm. Bir insanın fərqli bir şeyləri varsa və mən ondan bir şey öyrənəcəmsə, həmin insanı dəvət edirəm, yeməyə dəvət edirəm, kofeyə dəvət edirəm, çay içməyə dəvət edirəm və bunun da hesabını mən ödəyirəm. Sonra bizim zaten münasibətlərimiz əgər bir-birinlə tutuşursa, bu insandan mən bir şeylər öyrənirəm və o insanın mənlə olan söhbəti xoşuna gəlirsə, inan ki, aramızdakı münasibətlər də, yəni 10 illər də keçsə güclü olur. Bir-birimizdən bir şeylər də istəyirik, bir-birimizə bir şeylər də izah etməyə çalışırıq. Siz də eyni qaydada bunu etməlisiniz. Yəni siz Amerikaya gəlmək istəyirsinizsə, indi mən bu yaxınlarda paylaşacağım. Mən Amerikaya gəlməyimdə bilavasitə özünün təcrübəsindən fikir aldığım bir dostum da var. Bu yaxınlarda artıq vəkillik lisenziyasını da alacaq və mən həmin insanla sizləri də tanış eləyəcəm ki, gələcəkdə öz işlərinizi bir Azərbaycanlı olaraq, Azərbaycanlı hüquqşünasla danışıb, konsultasiyalarınızı götürün. O insan da əziyyətinin qarşılığını alması ilə yanaşı, öz təcrübəsini də sizlərlə paylaşması lazımdır. Sizlər əgər həqiqətən də Azərbaycanlıların da xaricdəki uğurlarına sevinmək istəyirsinizsə, ilk mərhələdə onları dəstəkləməklə başlamalısınız. Və həqiqətən o insanlar çox azdır. Bildiyi bir şeyləri sizlərlə paylaşmaq istəyən, sizlərə yol göstərmək istəyən və ən gözəl şey də odur ki, bir insanın öz bildiyi, sevdiyi işlərlə məşğul olması və bununla yanaşı müəyyən dərəcədə gəlir də qazanması bir insanı nə dərəcədə motivasiya edə bilər və mən bugün bir gördüyüm işi 10 görə bilərəm, 10 gördüyüm işi 100 görə bilərəm və onun üçün bir vaxtım ola bilər. Eyni qaydada da digər insanlarla oturacaqsınız, münasibətlər quracaqsınız, o insanları dəvət edəcəksiniz. Sizin cibinizdən müəyyən dərəcədə bir pul çıxacaq. Mən 5 ildə Rumuniyasını, İtaliyasını, Formula 1 üçün çəkdiyim xərcləri, keçdiyim prosesləri, hamısını oturub hesablasam tək-tək, Allah bilir neçə min dollarlar ortada pullarım gedib. Yəni Ankara'ya getməyim, gəlməyim və s. Və bunları da mən Azərbaycanda, yəni milyoner ailəsində doğulmamışam da. Hər şeyi özüm əziyyətlə, evimin kirayəsini ödəyə, ailəmə baxa-baxa bu pulları qazanmışam və gecə-gündüz işləyərək bu pulları qazanıb özümə yatırmağa çalışmışam. Sizlər də eyni qaydada öz motivasiyanızı tapacaqsınız, Amerikaya gəlmək məqsədlərinizi qarşınıza qoyacaqsınız və bu yolda işlərinizi görməyə çalışacaqsınız.
Nə yaxşı ki, təcrübəsi olan insanlar əgər ətrafınızda var isə, həmin insanlarla dostluq münasibətləri qurun. Buradakı mövzu mənfəət şeyi deyil. Yaxın dostluqlar edin, insanlara dəyərli olduğunuzu, güvənilir olduğunuzu göstərin ki, elə insanlar da olacaq, vaxtlarını ayıracaq sizin üçün. Zaten vaxtdan dəyərli heç bir şey yoxdur. Bunu biz Azərbaycanda bilmirik. Çünki Azərbaycanda heç nəyin qiyməti yoxdur. Amma xarici ölkəyə gəlib çıxanda sən artıq görürsən ki, sənin nə qədər vaxtın və sən nə qədər də dəyərli bir insansan. Hələ sən produktiv insansansa, sən produktiv insan olduğun üçün daha da dəyərlisən. Sənin boş oturan insandan çox fərqin var. Cəmiyyətə faydan var, özünə faydan var, ətrafındakı insanlara, ailəvə faydan var, iqtisadiyyata faydan var. Bu mövzuları artıq siz kənar ölkələrdə daha yaxşı görürsünüz və analiz edirsiniz. Eyni qaydada da başlayın Azərbaycanda Türkiyədəki təhsildən, Avropadakı təhsildən, könüllü işlərdən, Azərbaycanda olan Formula 1-ə də gedib qoşula bilərsiniz. İlla ki bir yerdə bir qapılar açılacaqdır. Məsələn, sırf elə Formula 1-in özündə iştirak eləsəniz, ora illər ərzində dünyanın bir çox ölkəsindən insanlar gəlir. Fərqli yaş kateqoriyalarından. Amerikadan belə volontyorlar gəlib buradakı yarışlarda iştirak edirlər. Həmin insanla bir biznes münasibəti qura bilərsiniz. Həmin danışıq ərəfəsində tanış olduqdan sonra sabah o sizi Amerikaya dəvət edə bilər. Və yaxud da elə gəldiyinizdə sabah green carddan gələrsiniz, yerləşiminizə kömək eləyər və s. Bunların hamısı sizin öz əlinizdədir və əgər siz həqiqətən Amerikaya gəlmək istəyirsinizsə, bu mövzulara diqqət yetirin və bacardığınız qədər planlı şəkildə, mərhələli şəkildə həyatınızı formalaşdırın. Bundan sonraki mərhələlərdə nə olar, nə olmaz, pul mu itirərsiniz və s. sizi heç də saxlamasın. Həyat mübarizə ilə güclənməyə və istədiyinizin dalınca əldə edənə qədər vaxtınızı sərf etməklə daha xoşbəxt edir insanı. Və mən də əminəm ki, sizlər də bir günlərim istədiyiniz yerlərə gəlib əziyyətinizin və zəhmətinizin qarşılığını ala bilərsiniz. Yenə mövzularla bağlı sualınız varsa paylaşın. Mən də mütəmadi olaraq başqa mövzular ətrafında da danışacağım. Əslində hər zaman planlı şəkildə yaşaya bilmək, fərqli planlar qurmaq çox önəmlidir. Bunun üçün də əlinizdən gələni etməyə davam edin. Uğurlar.